Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Hal-hazırda AFFA U12 Liqası La Masia Bayır Baku görüşü sizlərə təqdim olunur. Komandaların heyətlərini sizə təqdim edirəm. Hal-hazırdakı oyuncuları sizin diqqətinizə çatdırıram. Qonaq komanda bizlərə Bayır Baku göstərilib, onların heyəti bu cürdür. Qapıda 1 nömrə Amin Yarahmədov, 3 Onur Əlizadə, üzr istəyirəm, 3 Onur Rızazadə, 4 Vaqif Xanlarov, 7 Nihat Muradov, 8 Ramin Babayev, 10 Ataxan Əliyev, 11 Elçin Nəsibli, 19 Uğur Əliyev, 22 Yunus Diniyev. Komandanın baş məşqçisi Fərid Məmmədovdur. La Masia'da 12 Maqsud Abdullayev, 4 Fəxri Əliyev komandanın kapitanıdır. 5 Əbilfəz Kədimov, 6 Heydər Xanlarov. Qapıya təhlükəli zərbə indirilir. 10 Amin Babayev, 11 Ümid Mehdizadə, az öncə qola yaxalanan oyuncumuz idi. 24 Ayxan Musazadə, 25 İsa Əhmədov, 29 Hüseyin Zamanov. Komandanın baş məşqçisi Novruz Mustafayevdir. Bu dəqiqələrdə Bayır Baku oyuncuları müdafiədən çıxmağa çalışır. Hörmətli tamaşaçılar, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Amin Yarahmədov, Bayır Bakunun 1 nömrəli qapıcısı. Yerlə ötürmə. Ümid Ataxan yenidən topu rəqibdən almağa bacarır yenidən və qapıcı Yarahmədov. 1 nömrəli qapıcı topu qüvvətli zərbə ilə irəli vurur. Bayır Baku sol cinahdan hücum qurmağa çalışırdı. Outdan qonaq komandanın oyuncuları topu oyuna daxil etdi. Əli Əlizadə, Yusif Rəsulov artıq onları da oyunda görürük. La Masia sağdan hücum qurmağa çalışır. Yerlə ötürmə yox, qapıya zərbə vurmağa imkan vermirlər. Topu daha bir zərbə, amma o qədər də təhlükəli alınmır. Amin Yarahmədov bu topu tutmaqda çətinlik çəkmir. Topu irəli vurur. İrəliyə Elçin istiqamə, Elçin bir rəqibini məharətlə alladır. Elçin topladı, Elçin qapıya zərbəsi və top qapıdadır. Elçin Nəsibli nəhayət Gol TV'nin çəkiliş etdiyi oyunlarda öz qolunu vurur və top qapıdadır. Bir anlıq hər iki komandanın heyətində çaşqın yaşandı. Topun qapı dirəyindən qayıtdığını düşünürdülər, amma təbii ki bu belə deyildi. Top içəridəki dirəyə dəyərək oyuna qayıtdı. Vurulan qolun təkrarını bir daha izləyirik. Baxın, bu cür gözəl qolla Bayır Baku hesabı açır. Ümid keçdi, yaxşı keçdi rəqibini. Bir Mehdizadə içəriyə doğru ötürmə. Əlidən qapıya zərbə, istədiyi zərbəni indirə bilmir. İkinciden zərbə ilə Bayır Baku oyuncuları top oyuna daxil edir. Ataxan istiqamətində başla qapıya zərbə, müdafiəçilər Fəxri Əliyev topun qarşısını kəsir, out. Out atışını Bayır Baku oyuncuları yerinə yetirir. Qapıya zərbə Ataxandan gəlir. Qapıcı Maqsud 12 nömrəli, yox 99 nömrəli qapıcıdır. La Masia müdafiədən çıxmağa çalışırdı. Nihat buna imkan verir. Qapıya zərbə, daha bir zərbə Ataxan, daha bir zərbə müdafiəçilər. Topu uzaqlaşdırır. Sahmədov mərkəz istiqamətini ötürmə, qapıcı Amin vaxtında irəli çıxır. Gün zərbəsi ilə Bayır Baku oyuncuları topu oyuna daxil etdilər. İsa topu irəli vurur. Yusif yenidən Ataxan.
Amin ondan topu almağa bacar. Amin. Komandanın 10 nömrəli futbolçusu irəliyə doğru yox. Ötürmə keçmir. Sağ ol İsa. İyisi biliş topu. Yusif. Sağlı oynuyor. Geriye doğru ötürmə. Ayxan. İstiqamətini edilmişdi. Outdan. Amin ayağa. Amin ayağa. Güncən zərbə ilə Tez oyna İsa. Lamasya top oyuna daxil etdi. Amin. Ötən mövsümün ilk yarısında təxminən 10 nöqtədən gözəl bir gol vurmuşdu. Qapıya zərbə, qapçı bu topu tutur. İsa qarşıladı topu. Beləliklə, hörmətli futbol azarkeşləri ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. AFFA U12 liqası Lamasya Bayır Baku görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə Bayır Bakunun 1-0 üstünlüyü var. Görüşdə vurulan yeganə qolun müəllifi Bayır Bakunun 11 nömrəli oyuncusu Elçin Nəsiblidir. Gözəl qolla hesabı açmışdı. İnanırıq ki, ikinci hissədə hər iki komanda gözəl oyunla bizləri sevindirəcək. Ramin Babayev. Meydanda 2-8 nömrəli oyuncu var Bayır Baku niyyətində. Adlarını əgər səhv dedimsə buna görə sizdən üzr istəyirəm. Lamasya indi hücum qurmağa çalışırdı. İsa yerdə qalır. Hakim təhlükəli nöqtədən cərimə zərbəsi təyin edəcək. Bəli, qayda pozuntusu cərimə meydançasının çölündə baş vermişdi. Olduqca təhlükəli nöqtədir. İsa Əhmədov görünür birbaşa qapıya zərbə indirəcək. İsa'dan yerlə zərbə təhlükəli alınır. Qapıya daha bir zərbə, qapçı. Amin. Amin bu dəqiqələrə qədər ən gözəl oyunlarından birini keçirir desək, yəqin ki, yanılmarıq. Geriyə doğru ötürmə. Lamasya artıq hücumlarının sayını bir qədər də artırıb ikinci hissədə daha bir hücum qurmağa çalışır. İsa Əhmədov sağ cinaha doğru ötürmə. Ümid yerlə top yenidən Ümidin önünə düşür. İtirmədi sol ayaqlı, qapıya zərbə, qapçı. Daha bir zərbə, hesab bərabərləşir. Amin Babayev komandasının bərabərlik qolunu vurur. İkinci cəhdi uğurlu alınır və bu cür qol sevinci yaşayır. Ümid Mehdizadən də vurulan bu qolda böyük zəhmətini də qeyd etmək lazımdır. Cərimə zərbəsindən Nihat 7 nömrəli oyuncu birbaşa qapıya zərbə, qapçı. İləriyə doğru daha bir ötürmə izləyirik. Yusif Rəsulov. Yusuf artıq içəriyə daxil oldu, qapıya zərbəsi 2-1. Lamasya artıq ikinci qolunu vurur. Hesabda geri dönüş yaradırlar. Yusif Rəsulov. Bravo Heydərə, bravo Heydər. Yenidən Lamasya hücumu izləyirik. Gəlin görək onların bu hücumu. Yusif Rəsulov idi. Artıq İsa'nı meydanın hər yerində görə bilir. Qapıya zərbəsi, Aminə dəyən top. Meydana tərk etdi küncüdən zərbə ilə. Lamasya topu oyuna daxil edir. Daha bir içəriyə doğru və top qapıdadır. Fəxri Əliyev o da bugünkü oyunda adına qol vuranların sırasına yazdırır. Lamasya'nın 4 nömrəli oyuncusu. Gözəl ötürməni dəqiq tamamlayır. Bu epizodda isə qapıcı Amin Yarahmədov zədələnir. Ümid edirik ki, onun səhətində ciddi problem olmaz. Ayağa qalxaraq görüşü, bəli, görüşü davam etdirəcək. Görünür hər şey qaydasındadır.
Vaqif hakimə bildirir ki, qapıçıya qarşı qayda pozulmuşdu. Bu qolda hakim qərarını təbii ki dəyişməyəcək. Qarışıq bir vəziyyət yaranmışdı. Sənan Nəsibli. Bayır Baku oyuncuları. Yeniden top itkisine yol verildi. Ümid. Ümiddən ötürmə. Əli Əlizadə. Əldən içəriyə doğru ötürmə. Daha bir gol gəlir. Amin Babayev. Amma bu epizodda zədənin maraqlıdır ki, harada zədə aldı. Xahiş edərdik ki, bu golun təkrarını bizə bir daha təqdim etsinlər. Amin Babayevin qolundansa harada zədə aldığı mənə daha maraqlı gəldi. Və çox maraqlı qol sevinciləri etdi bugünkü oyunda. 2 golun müəllifi. Bəli, təkrar izləyirik. Yəqin ki, ayağı burxuldu bu epizodda. Və yaxud da bu da özünə məxsus bir qol sevinci o da ola bilər. Outdan Lamasya topu oyuna daxil edir. Yox, hakim. Əli Bağırov bu epizodda yaxşı oynayır. Hakim bildirir ki, bu epizodda hər şey qaydalar çərçivəsində baş vermişdi. Qapçı Maqsud Abdullayev irəli çıxaraq topu irəli vurdu. Top meydana tərk etmir. Əli Bağırov. İsa. İsa'dan əla bir ötürmə ümid istiqamət. Yoxdur oyundan kənarı vəziyyət. Aşırma zərbə. Möhtəşəm qol alınır. FIFA oyunlarında bu cür qolları çox izləmişik. Bu dəfə isə Ümid Mehdizadə aşırma zərbə ilə möhtəşəm bir qola imza atır. Yəqin ki, onun vurduğu bu qol Gol TV'də vurulan ən gözəl 10 qol sırasına daxil ediləcək. Sadəcə əhsən. Təkrarı bizlərə təqdim olunur. İsa Əhmədov çox gözəl ötürmə etdi. Mən deyərdim ki, İsa bugün çox yaxşı oyunla yadda qaldı. İleriye doğru daha bir ötürmə izləyirik. Artıq oyunun da sonlarına doğru gedirik. Bitti hörmətli futbol azarkeşləri qarşılaşma. Başa çatır hər iki komandaya. Gözəl oyuna görə təşəkkür edirəm. Rubrika sadiq qalaraq isə hər komandanın bir nəfəri oyunun ən yaxşısı seçirəm. Bayır Bakuda 11 nömrə Elçin Nəsibli, oyunun ulduzu isə Lamasyanın 10 nömrəli futbolçusu Amin Babayevdir. Hörmətli tamaşaçılar, beləliklə Amin Babayev Gol TV'nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin edir. Həmin turnir isə fevral ayının qalibləri ilə mart ayında keçiriləcək. Sağ olun, gələn görüşlərədək.